Salam hörmətli izləyicilər. Yolun sağında, solunda duran maşınların yanından keçərkən onlardan metrə yarım aralı durmaq barədə məsləhət vermişdim. Çünki insanlar öz maşınlarının qapısını filarmoniya qapısı kimi açırlar. Konsert günü filarmoniya qapısı necə taybatay açılarsa elə açırlar. Amma bir təhlükəni də sizə demək istəyirəm. Bu maşının təkərlərini görürsünüzmü? Belə təkərləri sola baxan avtomobillər daha təhlükəlidir. Nəyə görə? Deməli, siz onların yanından keçəndə təkcə metrə yarım aralı saxlasaz da kifayət eləmir. Qəflətən hərəkətə başlaya bilərlər və sizi vuracaqlar. Burada artıq bir balaca tormuza da geçmək lazımdır. Onların yanından tormuzla sürəti də aşağı salmaq lazımdır. Xüsusilə də əgər təkərlər belə sola baxırsa və tormuz işıqları yanırsa, deməli həmin maşının sürücüsü maşındadır və tormuzu buraxıb qazı kəskin verə bilər. Axı bilirsiniz ki, bəzi sürücülər, bəzi kişilər güzgüyə bilsiz vaxt baxırlar. Yalnız evdə üzlərini qırxan zaman. Maşında heç vaxt baxmırlar. Özünüzü qoruyun, diqqətli olun.